qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman ofsunu kim oxuyacaq deyiləcəkdir. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi və ayaq-ayağa dolaşacağı zaman o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir. O kafir nə Qur'anı təsdiq etdi, nə də namaz qıldı. Haqqı da yalan saydı və üz döndərdi. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!